dini geyim məsələsinə qalanda, daha dəqiqləşdirsəm, hicab və ya niqaba qalanda. Çox rastlaşmışıq biz ki, övladlar öz istəkləri ilə bağlamırlar onu. Ata dinin yolunu tutub ananı məcbur eləyir və ya ananın özü keçir o hicaba, niqaba və keçdiyinə görə də ata dinin yolundadır deyə övladını da məcbur eləyir. Başa düşürsən ki, yəni övlad onun hələ ağırlığını, çəkisini, ümumiyyətlə başımı niyə örtürəm mən anlamır və bugün onu o şəkildə məktəbə getməyə məcbur eləyirlər. İnsan məktəbdən sonra daha çox, düzdür biz deyirik məktəbdə formalaşır, amma məktəbi bitirəndən sonra artıq bu müstəqil həyata ki addım atır, onda insan həyatının qərarını verir. Qapanmaqmı istəyirəm, baş örtüsümü istəyirəm, uzun ətəyimi istəyirəm, yoxsa ki, mən də hamı kimi müasir dünyanın ən potensiallı gənclərindən olmaq istəyirəm. Baş örtümlə qapanıb öz gələcəyimi əngəlləmək istəmirəm. Bəli, bunların hamısı təbliğat vasitəsidir, hamısı.